Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliğinə qələbənin 261-ci bölümünə başlayıram. Allah'a şükür olsun və minnət ki, bu günü də bizə ömrü verdi və bu gün də biz fürsət tapdıq ki, türklərin yaratdığı dil, türk dili və belə yazı uyğarlığından, türk dili uyğarlığından və yazı uyğarlığından bir başqa kitabla tanış olaq və görək ki, o başqa kitab hangi sahədə yazılmış və hangi qonuları içine almışdır. Bugün bir kitab axtarırdım, ondan dolayı çoxlu yerlərə başvurdum, bir neçə saatda vaxt sərf elədim, amma o kitabı axtardım, onu tapamadım. Əvəzinə 3-4 dənə ayrı kitab tapdım. Bir dənə də məxzən tapdım. İnşallah ki, oradan eləyə biləm daha çox kitablar və təxəssüsi kitablar indirəm. Özəlliklə siyasət və fəlsəfə ya düşüncə haqqında onları sizlərə özüm tanıyan və sizlərlə də tanışmağı, paylaşan bu tanımağı. Gəldik, görək ki, bu günləri bizim şansımıza hangi kitab çıxıbdır. Bu Cəhannamə, Tarix Şeyxnamə-i Səfi, bunu dünən oxuduq. Yox, bunları oxumuşuq, Şeyx Gədava filan bunları oxumuşuq. Əcəbul Əcayib, Divan-ı Lüğat Türk, Tübbet İnni, Nəval-i Füzzəla bunları da oxumuşduq. Gedək üstə, Əhməd Paşa Divanı, Siffətü Səfa, Şeyx Səfiddin Ərdəbili, bunu da oxumuşduq. Aşıq Paşanın tarixi. Görək ki, bu nədir? Bu kitab da yenə bizim türklərin əlində deyil, təəssüflə Fransada saxlanır və buradakı göründüyünə əgər tarix hesablasaq 896 hicridə yazılmış olsa, yəni bunu beləsi hesablasaq, desək ki, indi 1447-dir, ondan çıxsaq 896-nı, bu kitab 551 il öncə yazılmış görsənir. 551 il öncə yazılmış. Kim yazıb görək, burada bir şey, Otman, Osman dövrəsində tamam, hiç bilmədim burada nədir. Fransada saxlanır, bunu da burada bildik və bu da bizə feylən yetişər ki, kitabın cildi, baxırıq kitabın kağızına, görək ki, bu kitabın kağızı nə cürdür. Gördüyünüz kimi kitabın bu tərəfdə şirazəsini görürük, cırılıbdır və kitabın köhnəliyini görürük. Amma görürük ki, bu bir zaman çox əcibə kitab imiş. Yəni gönün içinə qoymuşmuşlar cildin və gönün də üstündə nəxşə salmışmışlar. Ortasında da ehtimalən adı var imiş, amma gedibdir, görsənmir. İçinə baxanda görürük cildin içindəki səfər nəqqaşidir, su üzündə olan nəqqaşidir, yəni Osmanlı dövründə olan nəqqaşilərdən. Bir daha səfədə beləsi yenə nəqqaşidir. Bir səfə burada görürük ki, boşdur və o birisi səfiyə gələndə görürük 1878-ci mart ayının 21-nin tarixini görürük. Bu da ehtimalən o kitabxanaya getmək tarixidir. Burada görürük ki, birinci səfə, yazılı səfənin üstünə bir kağız yapışdırıblar, təəssüflə özdə Fransada yapışdırıblar. Çünki bunun altında Fransa möhrün görürük. Bu möhrün, bunun da altında bir yazı varmış. O yazı görsənməsin deyə bu kağızı yapışdırıblar. Bəlkə də kağız cırılmışmış ona görə, amma yox, dövrəsi cırılmayıbdır. Bunu yazıblar, bu da bu yazı görsənməsin, bu bir növ sansurdur. Əlbəttə, zahirən də bu kağızı yapışdırmayıblar, qoyublar bura. Umarım ki, o bir səhifələrdə olsun. Sonra bu kağızı çeviriblər və
beləsi, onun o birisi üzün görürük. 1315 deyə burada tarix qoyulubdur. Bəlkə tarixdir. Burada hər nə yazılıbsa oxuya bilmirəm. Çalışmıram da oxuyayım. Aha, o səfər ki deyirdim, bəlkə sansur ediblər, sansur eləməyiblər. O kağızı qoymuşmuşlar içinə. Kitabxananın tərəfindən yazılıb, ya hər yerdən yazılıbdır. Onu qoymuşlar bunun üstünə. İndi o səfərini görürük. Burada türkü bir sözlər yazılıb, qeydib oxuyarıq. Burada görürük ki, nə var. Kitab buradan başlanır. Aşıq Paşanın təvarixi. Ehtimalən burada Aşıq Paşa adında bir şəxs bu tarixi yazıbdır. Burada da bir tarix qoyublar. Yəni mənə tarixi, burada da latincə bir şey yazıblar və burada türk-ərəb əlifbası ilə görürük ki, yazılıbdır. Kitabın 220 səhifə bunun yarpaqlarının sayıdır. Əlbəttə səhifələrinin sayıdır. Yarpaq iki tərəfi olduğu üçün hərəsinə bir səhifə deyirik. Mən indi bunu qıraqda görürsünüz, o köhnəlmağın qıraqlarında kitabın görsənir, amma içi yazılarında o qədər bir təsir qoymayıbdır. Allaha şükür olsun və görürük ki, kitab, əlbəttə burada görürük, su çox gəlibdir kitabın içinə. Görsənir, burada neçə səhifədə baxdıq, gördük ki, çoxdur. Kitabın görürsünüz, üst tərəfində özəlliklə və qıraq tərəfində onun çox cırılmağın, köhnəlmağın, yapırmağın görürük. Su da ki, zahirən çox buna zərər veribdir. Təbii ki, 220 səhifə, PDF-də də 220 səhifədir. Əlbəttə, bunun cildidən hesab olur, ağ səhifələr də hesab olur. Hər halda kitabın, kitab deyəndə ibarətdir. Cildidən ta, bu cildidən ta o cildəcən. Hamısı kitab hesab olur. Yazıların bəzisində görürük ki, latincə bir yazılar yazıblar. Bu nə deməkdir, niyə yazıblar? Ehtimalən mənaların yazıblar. Biz onlarla da işimiz yoxdur. Biraz sürətlə gedirəm yenə. Təqribən bir çox yerdə buna latincə məna yazıblar. Yəni o yerdə ki, adam bunu kitaba alıbdır. Hər halda kitab adamın malı hesab olur və üstündə yazır. Yəni bu mənim də adətimdir. İndi xüsusən bizlər məsələn üstündə majik ilə də xətt çəkirik, altına xətt çəkirik, yazı yazırıq. Məsələn mənim özümün də adətimdir bu. Yəni kağız kitab əlimə düşsə və ərzişi olsa, onun üstünə çox vaxt qoyanda onu götürürəm, diqqətlə oxuyaram, bəzi xəttlərin üstünə xətt çəkərəm. Bəzi sətirlərin üstünə xətt çəkərəm, bu cür şey. Zahirən burada kitab qurtarır və qurtarana yaxın görürük ki, kitabın səhifələri biraz dəyişir və yenə də axırda bir yazı burada görürük ki, umarım burada bir tarix tapaq və bunu görək. Kitabın hər halda sonuna gəldik. Kitabın üstündə də bir gözəl əksi vardı. Əlbəttə bu əks normalda bu tac əhsi İngilistanlılar yada salır, bizimkilər deyil. Bu da bu kitab bəlkə sifariş ilə yazılmış ola bilər. İstəyirəm deyəm ki, yəni buna diqqətli olmalıyıq. Əlbəttə bu 500 il bundan öncə olsa, İngilistan o zaman olsa da çox hələ bir adadan ibarətli, çox bir güclü bir şey deyil. Amma ola da bilər adamlar o zamandan başlayıblar bizlərin məğzinin üstündə işləməyə. Kitabların, dedik, burada bir tarix gördük. Martın 21-i 1878. Əlbəttə, bu da Məsihi ilidir. Onu da beləsi gedək. Hara getdi? Desək ki, buna 1800, indi 2026-ya geçmişik. 2026, bundan çıxsaq 1878, 1878-i çıxsaq 148 il öncə bu kitab bunların əlinə geçibdir. İndi bu iki səhifədən işimiz yoxdur. Burada bir yazılar yazıblar. 1315 deyə bir şey yazılıbdır. Görək burada bu cildin əvvəlində Şül bənim sultanımə yenidən səlam. Sultanımə bəndən səlam.
şul sınar dəl gibi Firavun nə mənə oxuya bilmirəm. Bu xəttləri oxuya bilmirəm. Sultanım Yezid Hüseyin Ali benim ruhem sultanım yok Osman Qələbi oxuya bilmirəm. Gedək kitabın özünə başlayaq. Görək ki, bu kitab nə deməkdir? Aşıq Paşanın tarixi hekayətdə gətirmişlərdir ki, nəsl-i Ali Osman Qazi ibn Ertuğrul belə bir şey yazıb. Ertuğrul belə yazıbdır. Del yazıb. Dil. Ertuğruldur məmulən. Ehtimalən bu dal ki mən oxuram o vavdır. Beləsi dal kimi. Dəqiqən dal düşübdür. Ali Osman Qazi ibn Ertuğrul ibn Süleyman Şah. Burada bir dənə ən yazmışmış. Onu da qərəliyib üstün. Şah Qazi ibn Qiyaipi ibn Qızılboğa. Qiyaipi ibn Qızılboğa ibn Bayəndər ibn İqulaq Ağa ibn Tuğa ibn Qintun ibn Baqi Ağa ibn Soğançaq Ağa ibn Toq Teymur ibn Basuvağa ibn Gök Alp ibn Oğuz ibn Qərəxan ibn Qətlucaq Ağa ibn Tozaq Əla haza 36 nəfərdir cəd bir cəd 36 nəfərdir cəd bir cəd ibni Yafis çıxardı kim? Yafisə çıqar kim? Nuh Peyğəmbər əleyhissalam oğludur. Ol nəslidən cəd bər cəd Əcəm vilayətində padişahlar idi. İndi bu Əcəmi deyəndə bir şey yadıma düşdü. İndi yadımdan çıxdı. Bir şey dünən yuxuda və ya az şeylikdə fikirləşirdim, düşünürdüm. Bir ləhzə gəldi zehnimə, amma zehnimdən çıxdı. Oğuz taifəsi kim? Nuh Peyğəmbər əleyhissalam oğludur. O nəslindən cəd bər cəd Əcəm vilayətində padişahlar idi. Oğuz taifəsi kim? Etiqadlı taifədir. Həzrəti Rəsul əleyhissalam etiqadları vardı. Mahan şəhrində ya düşahlığı idi. Ya padişahları idi. Mahan şəhrində padişahları idi. Əbu Müslüm Mərvan dəxi bunların nəslindən qopmuş idi. Çəngizxan kim Xatay vilayətindən çıxıb gəlib Bəlxi şəhərini, vilayətlərin üstünə xətt çəkibdir və Xarasan vilayətini xarab etmiş idi. Ol zaman da ol vilayətin padişahı Xorəzm ehtimalən oxuyacaq, amma mən Xorəzm yazdığı üçün elə Xorəzm oxuram. Xorəzm şahı idi. Bəlxün və Xurasanın padişahı idi. Sultanul Arifin Həzrəti Mevlana Cəlaləddin Nur Nəvvərəllah qəbrəhu ol zamanında Duraq yaşında o zamanda Duraq yaşında idi. Bu Duraq nə mən olar? 4 olacaqdı ehtimalən.
4 yaşında idi. Yəni bir də bunu oxusaq. Sultan Arifin Həzrət Mevlana Celaluddin Nəvvərallah qəbrehu o zamanda 4 yaşında idi. Çəngizxan Bəlx şəhrin xarab etdikdə Ali Səlcuq taifəsi məmləkətdən çıxarıb sonra kəndi həlak olub oğlu Oktayxan, yəni kəndi deyəndə Çəngizxana işarə edilir. Bəlx şəhrin xarab etdikdə Ali Səlcuq taifəsi məmləkətdən çıxarıb Ali Səlcuq taifəsini məmləkətdən çıxarıb sonra kəndi həlak olub oğlu Oktayyu xan padişah olub Bəğdadi xarab edib Ali Abbasləri qırıb taxtı Abbaslərdən alıb məmləkətləri Çəngizxanlilər tutub aləmi xalqi qırışmuruş olmuşlardı. Aləm xalqi qırışmuruş olmuşlardı. Burada eyni biz deyirik ağır bağır, nə bilim, gəlget, otur, nə bilim, durmur. Eyni o cürsi burada buruşmuruş. Qırışmuruş, qırış yəni üz gözləri qırışıb, yəni narahat. Qırışıq ondan gəlir, narahatçılıqdan. Qırışmuruş olmuşlardı. Ali Səlcuq nəslindən Sultan Əliyeddin yazıbdır, amma Əlaeddin olacaq ehtimalə. Əliyeddin dəxi Əcəm vilayətində qəbul Rum qopub, Ələm vilayətində qopub Rum vilayətinə gəldi. Təvəccüh edib Yunan vilayəti kim şimdiki halidə fərman vilayətdir. Yunan vilayəti, bir də bunu edən oxuyaq. Ali Səlcuq nəslindən Sultan Əliyeddin dəxi Əcəm vilayətində qopub Rum vilayətinə gəldi. Təvəccüh edib Yunan vilayəti kim şimdiki halidə fərman vilayətidir, ol vilayətləri tutub padişah olmuşdu. Sivas şəhrin və Quniyə şəhrin bina edib bidirmiş idi. Bina edib yapdırmış idi. Yapdırmış idi. Və Əcəm vilayəti kim Çəngizxanidən qırışmuruş olmuş. Qırışmuruş ehtimalən şeyə də deyə. Mən qırışmağı dedim ki, üz-gözün qırışmağına dedim. Amma ola bilər ki, qırışmuruş, yəni qırıblar, gediblər. Yəni şilküt. Qırışmuruş ehtimalən o mənada ola. Yəni ölən ölübdür, qalanlar da yarımçılıqdır. Qırışmuruş olub aləm bir dürlü olmuşdu və Oğuz taifəsi, burada bir kəlmə yazıbdır, özü onu silibdir. Vürdür. Etiqadlər idi, Mahan şəhri kim Çəngizxandan xarab olmuşdu. O zamanıda Mahan şəhrinin padişahı Süleyman Şah idi ki, Osmanın dədəsidir. Ali Səlcuq və Ali Abbas təfriqə olmağın Süleyman Şah dəxi Mahan şəhrindən qopub Rum vilayətinə gəlməd niyyət eylədi. Gəlmək olacaqdı. Bura dal kimi yazılıb, amma o olacaqdı. Rum vilayətindən gəlmək niyyət eylədi və həm eşitdi ki, Rum vilayətində qəzalar olub. Qəza burada yəni savaş. Qəzalar olub. Burada olur yazmışmış, onu xətləyiblər üstünə, olubu üstə yazıblar. Qəzalar olub. Süleyman Şah dəxi Əcəm vilayətindən qopub Ərzincanə gəldi. Ərzincanidən Rum vilayətinə kim Amasiyyə tərəfidir gəldi.
və millərdir ol tərəfdə Rumilərdir ol tərəfdə çox qəzalər etdilər. Süleymanşah dəxi Əcəm vilayətindən qopub Ərzincanə gəldi. Ərzincanidən Rum vilayətinə kim Amasiyyə tərəfidir, Rumilərdir gəldi. Üzr istəyirəm. Amasiyyə tərəfinə gəldi. Rumilərdir. Ol tərəfdə çox qəzaləri, bir dənə i izafə eləyib axirinə, sonra izafə eləyiblər. Bunlar ki, deyirəm, izafə olubdur. Bunları elə bir nəfər edit eləyibdir. O qələminə yazmayıbdır, farqlı qələminə yazıbdır. Mən onları da deyirəm burada. Əlbəttə, deməyə də ehtiyacı yoxdur. İnsanlar baxanda görəcəklər. Qəzalər etdilər. Rum vilayətində xeyli il vilayəti aldılar. Xeyli il vilayəti aldılar. Aqibət andan köçüb Hələbə çıxdılar. Cəbər qəl'əsi dərlər. Bir qəl'ə vardır. Gəlib ona önünə qondular. Fərat irmağı öklərinə önlərinə gəldi. Fərağ irmağı, irmaq çay. Fərağ irmağı ərmaqdan gəlir, ərmək, getmək, gəlmək. İrmağı önlərinə gəldi. İrmağı getmək dilədilər, yolu bilməzlərdi. Qafilin Fərat irmağına uğradılar. Qafilin, yəni qəflətən, bilməyərək. Süleymanşah at dəbdi, Fərat irmağına getmək istədi. Təbdi, dəbdi, təbdi. Yəni ata minəndən sonra belə vururlar, ya əlinlə vurursan, ya şallaqla vurursan, təbmaq deyir. Burada dəbmə, dəbdi, yəni vurdu. Keçid diyi bir yerə atın dedi. Bir yerə atın dəbdi. Və iki xudyar imiş. Süleymanşah atı ilə Fərat ərmağına boğuldu. Əcəl anda idi. Şəhid oldu. Xalq üşdülər irmaqdan. Xalq üşdülər irmaqdan. Çıxırdılar ol Cığbər qəl'əsinin önündə dəfn etdilər. Şimdiki halidə ana məzar türk derlər. Süleymanşahın 3 oğlu var idi. Birinin adı Sengurtekin, birinin adı Ədi Güntoğdi və birinin adı Tönürlüdür. Ya Tönürlüdür. Tönürlü. Ehtimalen bu mən tönrül adı gərək belə oxusun. Tönrüldür. Kim Osmanın aşıdır. Atəsidir. Üzr istəyirəm. Kim Osmanın atəsidir. Bu üç qardaş, burada bir bu yazmışmış, onu da qərəliyiblər. Bu üç qardaş gəldikləri yolda getdilər. Fəratun başı üstündən gəldikləri yolda getdilər. Fəratun başı üstündən. Sorumlu sigara vardılar. Sorumlu sorumlu, burada səs qoyub üstünə sorumlunun, ona görə sorumlu oxuram. Sorumlu sigara çuxur ehtimalı olacaq. Vardılar, yetişdilər. Songurtekin və Güntoğdi bu iki qərandaşlar geri Əcəm vilayətinə getdilər. İkisi getdilər yenə Əcəm vilayətinə.
görürsünüz ki, burada əcəm sözü türklərə, ha belə Rumlara, Yunanlılara işlənmir. Əcəm vilayətinə getdilər və var tür və Ertuğrul nə oldu orada? Getdilər və Tunrul və Ertuğrul. Bu indi burada niyə Ertuğrul deyildi buna bilmirəm. Ehtimalən orada savaşçı anlamında olduğu üçün gətirir. Və Ertuğrul anda neçə zaman qaldı? Qərar eylədi ol iradə. Qərar eylədi ol əradə çox qəzalər eylədi. Ol əradə çox qəzalər eylədi. Bir neçə zaman sonra Sultan Əlaəddin kim Ali Səlcuq nəslindən idi, Əcəm vilayətindən gəlib Rum vilayətin vətən etmiş etdi. Ulu padişah idi. Ertuğrul dəxi Sultan Əlaəddinin səltənətin və şövkətin eşitmiş idi. Və dəxi Ertuğrulun 3 oğlu var idi. Birinin adı Gündüz, birinin adı Servin, bir dənə da silibdir burada və birinin adı Osman idi. İndi bu, mən bunların adlarını bilmədiyim üçün bəlkə də düz oxumayacağam. Birinin adı Gündüz, birinin adı Servin də ola bilər, Mərvin də ola bilər. Belə bir şey yazılıbdır. Yəni dəqiq bilinmir. Mən S oxuram, Servin. Və birinin adı Osman idi. Ertuğrul oğlu Sarüvin kim ana savcı dərlər. Ertuğrul oğlu Ertuğrul oğlu Sarvin kim ana savcı dərlər. Anı Sultan Əlaəddin göndərdi bir pircu qız, bir